Bəzən biz Allahın kəlamını oxuyuruq, sonra deyək, yox, eş, Allah bilmir axı mənim nə problemim var, Allah bilmir mənim nə dərdim var. Allah bilmir mən nə vəziyyətdəyim, Allah bilir sən nə vəziyyətdəsən. Allah bilir sən indi nəyi çəkirsən. Allah bilir sənin övladının problemi nədir, Allah bilir sənin ağırlığın nədir, sənin çətinliyin nədir. Allah bilir sən nəyə görə gecələr yatmırsan, nəyə görə gecələr ağlayırsan. Rəbb bütün bu şeyləri bilir və o səni sevir. Və o istəyir ki, səninlə birlikdə olsun. O istəyir ki, sən yaxınlaşasan ona və ona öz dərdini danışasan. Müqəddəs kitabda çox sevdiyim bir ayə var. Hansı ki, mən təxminən 25-26 ildir daimi təkrarlayan bu mənim sevdiyim ayələrdən biridir və şükür olsun Rəbbə ki, məbədin divarında da o yazılıb. İsa Məsih deyir ki, ey bütün yorğunlar və yükləri ağır olanlar, mənim yanıma gəlin, mən sizi o yükdən azad eləyərəm. Və dalıca bilirsiniz nə deyir? Deyir, mənim boyunduruğumu öz üzərinizə götürün. Boyunduruq bilirsiniz nədir? O dövrdə iki öküzü bir boyunduruğa salırdılar. Belə taxta idi və ucunda kəmərlər idi. Onların ikisini bir boyunduruğa salırdılar. Və müqəddəs kitabda iki cür boyunduruq var. Biri odur ki, Allah bizə deyir ki, bütpərəstlərlə eyni boyunduruğa girməyin. Boyunduruq bilirsiniz nədir? Bir öküz hara gedirsə, o birisi də onun dalıcan gedir, məcburən. Və bizə Rəbb deyir ki, bütpərəstlərlə eyni yolu getməyin. Bu dünyanın insanlarıyla eyni yolu getməyin. Və ikinci boyunduruq, burada İsa Məsih dediyi boyunduruqdur. Deyir, mənim boyunduruğumu öz üzərinə götür və mənim deyir, boyunduruğum çox yüngüldür. Çünki Rəbbin boyunduruğu odur ki, onun sözünü icra eləyəsən.